Dostlar, mən Ayxan. Bugün sizlərlə birlikdə Carparking videosu çəkib atıram. Yəni, mən daha çox belə oyun videolarımı atmaq istəyirsinizsə, like atıb abunə olmağı unutmayın və yorumlarda da bunu yazın. Mən sizin yorumlarınıza görə oyun videoları çəkib atacağım. Səsim biraz yavaş gələ bilər, çünki biraz qrip olmuşam, yəni üzr istəyin oradan da. Dostlar, bir də məndə belə çizimli, modifiyeli arabalar var. Yəni kim istəsə Carparking ID-sini yazsın yorumlara. Oradan elə götürüb yəni dost olub takas eləyə bilərik. Yəni o baxacaq sizin maşınlarınıza. İndi çox uzatmadan keçirik videomuza. İndi buradan araba güncəlliyinə basırıq və bu suspansiyon ayarlardır dostlar. Yəni buradan suspansiyon ayarlarını screen elin götürün. Yəni kim çatdıra bilməsə screen eləsin götürsün və yaxud da daha sonra yenidən videoya baxsın. Yəni baxın budur. İndi keçək vites kutusu ayarlarına. Vites kutusu budur. Yəni bu ayarları eləyəndən sonra videodan çıxmayın. Yəni daha sonra yenə bir şey eləmemiz lazımdır. Yoxsa onsuz olmur da, yəni. İndi keçirik ağırlıq mərkəzinə. Keçdik. Ağırlıq mərkəzi baxın burada olmalıdır, düz. Ondan sonra yəni buradan yenə çıxırıq və ayarlamalara giririk. Yəni baxın burada heç bir motoru almamışam. Yəni maşının öz motorudur. Sadəcə bu digərlərdə off-road lastiyi ilə fren almışam. Bu ikisini aldıqda bəs eləyir dostlar. İndi maşının necə iki təkər eləcəyini sizə göstərmək üçün xəritə seçirik və ora gedirik. Mən şəhəri seçdim. Siz digər xəritələrdə də eləyə bilərsiniz. İndi gözləyək görə maşınımız gəlsin. Burada biraz gözləyirik. Aha, maşınımız gəldi. İndi burada ayarlardan drift modunu seçirik. Daha sonra davam etə basırıq və artıq istədiyimiz kimi iki təkər eləyə bilərik. Və baxın, əvvəlcə biraz qaz verirsiniz, daha sonra iki təkər gəlir. Yəni bunu daha sürətli halda da eləyə bilərsiniz, amma maşın baxın beləsini tullanır keçi kimi. Yəni maşın keçi kimi tullandığı üçün, yəni bu daha pisdir. Yəni maşının tullanmasını istəmirsinizsə əgər eləməyin belə şey. Yavaş sürətlə daha qəşəng olur, amma yüksək sürətlə olmur da, yəni sizə bəri başdan deyir. Yəni iki təkər ayarımız belədir. Bir də dostlar, sizə belə bir şey deyim, yəni heç kimin, hamının başına gəlmiş ola bilər də, yəni bu. Baxın dostlar, yəni video çəkməyəndə Carparking-ə girirəm, iki təkər eləmək istəyirəm. Bir iki təkər eləm, yəni onu əsl videoda görmək lazımdır da elə. Amma nədənsə həmişə video çəkirəm. Video çəkəndə iki təkər eləmək istəyirəm. Bax sənin mən ha. İki təkər eləmək istəyirəm. Nədənsə hər dəfə açıram. Baba açdı, getdi. Və getdi. Oy, açmadı. Xalas. Dostlar, aydınızı yazın. Mən sizi əkləyəcəm. Yəni narahat olmayın. Yarın yadından çıxmayasınız. Bir də dostlar, yəni mən YouTube-a yeni başlamışam. Yəni mənə dəstək olsanız, mən sevinərəm. Sizdən yəni iki şey istəyirəm, o da budur ki, yəni kanala abunə olmanız, like atmanız. Sadəcə budur. Həm də pulsuzdur, yəni. Sadəcə o işarələrə basırsınız və salam. Bitir. Həm də ki dostlar, yəni kim videolarımı bəyənməsə, yəni kimin maşınında olmasa, yəni o mənlik problem deyil. Çünki o maşında yəni köhnədən nə ayar olubdursa hamısı çıxmalıdır, yenidən olmalıdır o ayara. Bilirəm, yəni sizin də əziyyətiniz gedir, orada nə qədər pul xərcləmiş olursunuz. Amma yəni onu bu ayarı eləmək üçün o birisi ayarı sökürsünüz və bu ayarı eləyirsiniz. Yəni belə ola bilər ancaq. Yəni orada olmasa, yəni mənlik deyildi. Yəni bunu indidən deyirəm. Adicə, yəni yalan demək olmasın, yəni mən də bir neçə YouTuber'dan götürmüşəm bu ayarı, ancaq olmayıbdır. Yəni hər dəfəsində ya maşın çox iki təkər eləyib, ya heç eləməyibdir,
Yəni çox başım ağrıyıbdı. Hətta nə qədər pulum gedibdi. Yəni nə qədər milyonluq motorlar, zadlar almışam, nə qədər xərc çəkmişəm, yenə də olmayıbdı. Ən axırda gedib öz iki təkər ayarımı eləmişəm. Yəni bu heç kimdən köçürtmə deyil, yəni heç nə deyil. Sadəcə özümün elədiyi iki təkərdir. İki təkər ayarıdır daha doğrusu. Yəni istəsəniz ya məndən baxın, ya da digər youtuberlardan baxın, yəni fərqi yoxdur. Yəni siz orada düşünə bilərsiniz ki, şef bunu neyinir ki biz? Onsuz da bunun abunət sayısı azdır. Yəni o birisi digərlərinkinin daha çoxdur. Yəni o birisininkini daha eləmək olar. Yəni o birisininkı daha keyfiyyətlidir məncə. Yəni ola bilər. Yəni mənim videom kalitəsiz ola bilər. Hardasa biraz səs çarpmaları ola bilər. Video yanlışlıqları ola bilər. Digərlərinki daha kalitəli ola bilər, parlaq ola bilər. Amma yəni dostlar, mən daha yeni başlamışam da, yəni mən də elə bir bürcəm ki, yəni mən tez yəni hədəflərindən çönən adamam da, yəni bilirsiniz də, yəni bir şeyə həvəslənirəm, amma 5-10 dəqiqə sonra həvəsim ölür. Yəni niyə olduğunu mən də bilmirəm, yəni ona görə deyirəm. Yəni indi mən əslində ləvazimatları almışam, yəni hazırdır. Amma indi gözləyirəm ki, yəni onlara yəni hələ ki belə videolar çəkirəm. Amma sonra getdikcə onlarla video çəkməyə başlayacağam. Yəni ola bilər videolarımdan nəsə boğulma kimi səslər ola bilər. Bir şey ola bilər, amma əsas odur, siz orada səsə önəm verməyin də. Yəni orada əsas səsə önəm yox, əsas oradakı ayarlara önəm verməkdir, bir də abunə olub like atmaqdır. Yəni ola bilər siz mənim danışımı eşitməyə bilərsiniz. Elə bilirsiniz ki, mən pis söz danışıram, amma yox. Qətiyyən mən elə bir insan deyiləm. Yəni mən bunu sizə açıqlamaq istədim. Yəni indi bilirəm ki, hamınız bezif videodan çıxmısınız, amma yəni dinləyən dinləyib, dinləməyən dinləməyibdir. Yəni nəysə dostlar, yəni videomuz bu qədər idi. Mən sizə bunu demək istəyirdim. Yəni yorumlara aydınızı yazmaya yaddan çıxartmayın. Bir də hansı oyunlar istəyirsinizsə onu yazın. Çox da ağın çıxartmayın, çünki yəni hər an yəni partlama ehtimalımız var da, yəni çox megabayt oyunlar deməyin də, yəni nə bilim, yəni dostlar, mən bir oyun tapmışam. O daha çox qəşəng idi. Yəni mən bunu çox köhnədən oynuyordum. Çox maşınlarım var idi. Amma sonra gördüm ki, artıq yəni o qədər oyun yükləmişəm ki, artıq kasmağa başladı, yəni kasırdı deyə telefon kasırdı deyə artıq o oyunu sildim. FPS-də oyunda həm də 30 FPS, 60 FPS. Mənim bildiyimcə amma 30 FPS normal telefonlarda olur, 60 FPS isə daha yüksək telefonlarda və yaxud da ki, kompüterlərdə olur. Yəni hər hansısa bir yolda gedəndə onu qoşub oynaya bilərsiniz, amma orada FPS zəifliyiniz ola bilər. Çünki heç bir internetdən qoşulmuş olmayacaqsınız. Bu zaman FPS azlığınız olacaq. Yəni onun videosunu yəni çəkib ataram sizə. Və daha doğrusu mən də artıq oxuduğum üçün, yəni mən məktəbə getdiyim üçün, yəni videolar sıx-sıx ata bilmirəm. Yəni mən sizə bunu demək istəyirdim. Yəni videomuz bu qədər idi. Ayarları sizə verdim. Gerisi sizə qalıbdı. Bu arada 07-min ayarını, 07-min modifiyasını götürə bilərsiniz. Bəlkə sizinlə eyni 07-ni sürdük yan yana. Yəni ayarı, yəni modifiyini götürə bilərsiniz. Heç bir sıxıntı yoxdur. Sizi çox istəyirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənə dəstək olmuşsunuz. Yəni məndən dəstəklərinizi çəkməyi unutmayın. Bay bay.